Selamun Aleyküm ve Rahmetullah Mansur müəllim. Aleykümselam rahmetullahi ve berekatuhu. Mansur müəllim, zaman zaman bəzi müsəlmanların övladlarını namaz qılmayan, Quran oxumağı bacarmayan görürük. Hətta bəziləri yekədir, artıq həddə buluğa çatıb yenə də namaz qılmırlar. Övlad tərbiyəsi barədə müsəlmanlara nə nəsihət edərdiniz? Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu ve selamu ala Resulillah ve ba'd. En birinci salamlayıram herkese Allah'ın salamıyla. Sonra İslamda mühüm məsələlər çoxdur. Onlardan biri də övlad tərbiyəsidir. Övlad da mühüm məsələlərdəndir. Övlad tərbiyəsi də İslamda geniş yer almış mövzulardandır. Təbii ki, övlad tərbiyəsi üçün böyük səbəblər var. Böyük məsələlər var. Lakin bəzilərinə müxtəsər toxunmaq istəyirəm. Ən birinci təbii ki, evlənməmişdən qabaqdır. Kişi yaxşı qadın seçmək və qadın yaxşı kişi seçmək. Bu, övlad tərbiyəsi üçün ən birinci, təbii ki, duadan sonra olan səbəbdir. Ən birinci duadır. Dua eləmək. Çünki bu dua elədir ki, həmişəyə aiddir. Hər bir səbəbin yanında dua var. Amma hər bir halda, hər bir işin əvvəlində dua mühümdür. İkinci səbəblərdən biri balaca vaxtlarından başlamaq. Yəni, yaşı kiçik olanda onun tərbiyəsinə məşğul olmaq. Tərbiyə ilə məşğul olmaq o demək deyil, vurmaq, döymək. Lakin demək oları, demək olmazı, yəni nəyi olar, nəyi olmaz ona bəyan eləmək, öyrətmək. Yoxsa sonra gec olur. Çöldə öyrədirlər onu, qıraqda öyrədirlər onu. Sonra sən çətinlik çəkirsən, deyəsən ki, bu olar, yoxsa bu olmaz. Ona görə evdə demək olar. Elə bilmə ki, başa düşmürlər. Onlar başa düşürlər, bilirlər və dərk edirlər, bəzi şeyləri anlayırlar. Balaca vaxtlarından, xırda yaşlarından onlara demək, onlara öyrətmək. Təbii ki, xüsusən dostlarına fikir vermək. Kimlərlə dostluq edir, kimlərlə oturub durur, məktəbdə kimlə oturub durur, kimlə dostluq edir, çöldə, məktəbdən sonra. Bunlar mühüm məsələlərdir. Bunlarda səhlənkarlıq eləsən, ola bilər ki, yəni, pozuntu əmələ gəlsin. Yəni, bəzi problemlər çıxsın, sonra islah eləmək biraz ağır olur. Düzdür, demirik, olmur, lakin ağır olur. Ağır olur. Təbii ki, bəzi müsəlmanlar görsən, övladları gedir, məsəl üçün, başqa dillər öyrənir, başqa elmlər öyrənir. Təbii ki, biz bunun əleyhinə deyilik. Əksinə biz lehinəyik ki, müsəlmanların uşaqları dillər bilsinlər, fənləri öyrənsinlər. Amma bu o demək deyil də, yəni Quran oxuya bilməsinlər, dinlərindən, özlərinə fayda olan şeyləri bilməsinlər, dinlərindən xəbərsiz olsunlar, Peyğəmbəri tanımasınlar. Yəni, məsəl üçün, biz demirik ki, uşaq idmana getməsin. Amma bu idmana getməsin o demək deyil ki, uşaq sahabələri tanımasın. Yəni, məsələn, uşaq gedir, məsələn, futbola, məsələn, öyrənir orada bütün futbolçuların adını. Amma, məsələn, sahabələri tanımır. Və ya, məsələn, uşaq gedir, məsələn, hansısa bir dərsə, məsələn, tarixə. Orada döyüşləri bilir. Falan döyüş, falan vaxt, falan mı? Bilmir, Bədir döyüşü açan olub, Uhud döyüşü açan olub. Tanımır, bəzi şeylərdən xəbəri yoxdur. Biz deyəndə ki, yəni, elm qəsd edirik dini və dünyavi elm. Amma o demək deyil ki, dünyavi elmə güc verəsən, dini elm qala qıraqda. Təbii ki, dini elm ona fayda verən qədəri. Məsələn, namazın bilməsi, namazın sözlərin bilməsi, mənasını öyrənməsi, oruç tutmaq onun mənasını bilməsi, zəkat onun mənasını bilməsi, həcc onun mənasını bilməsi, kəlmə-i şəhadət hamısından əvvəl onun mənasını bilməsi, Muhammedən Rasulullah nə deməkdir, onu bilməsi, belə şeyləri bilməsi və Quran oxuya bilməsi, mən demirəm ərəb dili, Quran oxuya bilməsi, hərfləri bilməsi, hərəkələri bilməsi, bacardığı qədər, yəni necə deyirlər, qırıldıya oxuması, sonra inşallah yavaş-yavaş düzələr. Belə şeylərdə səhlənkarlıq eləyəndə artıq görürsən, gəlir yaşı çatır müəyyən bir həddə, sonra gec olur. Amma vaxtında eləyəndə inşallah rahat olur. Ona görə dünyavi elmləri öyrətdiyin kimi də çalış dini elmlər hansı ki, yəni övladın üçün xeyirlidir o. Onu ona öyrətməkdən, yəni qaflətdə qalma. Onları da bəsit yolla öyrət, bəsit yolla başa sal. Müəllim tut, öyrətsin ona. Yəni, gedəndə meçiddə özündən apar. Özündən apar. Qoy eşitsin orada da. Meçid bilsin nədir. Meçid, Sovet dövründən qalan insanlar niyə meçiddə az gedirlər? Onlar elə bilirlər ki, meçid ancaq ölü yumaq üçündür. Və yəni qara bayramlarda zadda belə nəsə gedirlər, nəsə paylayırlar, nəsə verirlər, halva paylayan yeri də elə bilirlər. Yəni, meçid barədə insanların təsəvvürü zəifdir. Fikir versək bu məsələ niyə belədir? Baxırıq ki, həmin
o adamlar, hansı ki onlar bizim məsəl üçün atalarımız, əmilərimiz yaşında olan qadınlar, analarımız yaşında olan, xalalarımız, bibilərimiz yaşında olanlardır. Olan vaxtında məscid məfhum olmayıb. Məscid olub klublar, kinolar, belə şey təbliğat olub. Məscid olub klub. Məsələn, elə rayonlar olub ki, məscidlər klub olub. Orada kino veriblər. Cəmaət məscidə gəlib kinoya baxmağa. Və ya bəzi rayonlarda məscidlər zirzəmi olub. Orada nəsə saxlayıblar. Amma indi əlhəmdülillah, şükür Allaha, məscid fəaliyyətini göstərir. Məscidlər Allahın evi kimi. Ora dirilər gedir və s. və ilə axır. Belə yönlü də təbliğat edə bilərsən övladıma və s. və ilə axır. Asanlaşıb artıq həccə getmək, ümrəyə getmək, apara bilərsən, onlara göstərə bilərsən, İslamın əzəmətli yerlərini, Kəbəni göstərə bilərsən və s. və ilə axır. Onun qəlbində İslamı möhkəmləndirə bilərsən, gücləndirə bilərsən. Əslində fikir versəniz, yəni məsəl üçün, mən demirəm, yenə deyirəm, mən demirəm eləməsinlər. Məsələn, ac qalır, nə bilim, yeməyindən, içməyindən kəsir, göndərir müəllimlər yanına. Demirəm müəllim yanına, müəllimlər yanına. Yəni, təbii ki, bu da mühümdür, övlad oxusun. Amma görsən, dini üçün işlənəmir. Dini üçün işlənəmir. Hətta namaz var, deyir ki, namaz qılma. Və məscidə getmə, məscidə getmək lazımdır. Get, məsəl üçün, hansısa bir dənə restoranda qəlyan çək. Get, hansısa bir dənə restoranda sigaret çək. Belə böyüdür uşağı. Düz deyib, bu sözü deyəcəklər ki, demirlər axı. Amma göndərdikləri yer onu deyir. Ona çağırır, ona dəvət edir. Amma məsciddə yoxdur sigaret çəkmək, falan. Təbii ki, məsciddə də göndərdi, diqqətli olmalısan, ehtiyatlı olmalısan, qorumalısan, hər yerdə. Lakin məscid salamatdır, elm yerləri salamatdır, məktəb salamatdır. Düzdür, məktəbə də göndərəndə ehtiyat edirsən, amma ora tədris, təhsil, yəni təlim, tədris ocağı sayılır, yeri sayılır. Bəli. Mənim üçün qabaqdan 3 ay tətil ayları gəlir də. Bu aylarda uşaqları nə məsləhət görürsün, neynəsinə. Həmçinin təlim keçən qardaşlar da var. Onlar da bu 3 ayda başlayırlar uşaqlara ərəb əlifbası, İslam əsaslarını öyrətməyə. Ümumiyyətlə, fikir versək bütün aləmdə yay tədris vaxtı deyil, yay istirahət vaxtıdır. Və biz də bunun tərəfdarıyıq, yayda istirahət eləmək. Bu o demək deyil ki, elmdən uzaqlaşmaq. Lakin uşaqlarda, yəni belə deyək də, fürsət yaradıb, onlar üçün şərait yaradıb, həftədə bir dəfə belə, yəni məktəbdə keçirmədiyinə görə, yəni ərəb hərflərini öyrənmək, Quran oxumaq, Qurana giriş, oxumaq, əlif, bə, tə, sə öyrətmək, belə şeylər öyrətmək və belə qruplarda iştirak eləmək onlar üçün faydalı olar. Onlar üçün mühüm olar, faydalı olar və məktəb başlarında məşğul olacaqlar. Bu boşluqdan o məşğuliyyət gəlməmişdən qabaq istifadə eləsinlər. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, 5 şey gəlməzdən qabaq 5-indən istifadə elə. Onlardan biri də boş vaxtından istifadə elə, hətta məşğul olmayana qədər. Məşğul olana qədər daha doğrusu. Ona görə bu fürsətdir. Lakin biz bununla yanaşı deyirik ki, yay tətildir. Amma fikir versəz, yəni yay tətil olsa da müəllimələr, hansılar ki, məsuliyyətli müəllimələrdir, onlar tələbələrə, uşaqlara yay tətilində belə dərslər verirlər. Görürsünüz, yəni, elm elədir ki, ondan görə ayrılmayasan, oxuyasan, öyrənəsən. Yayda biraz az, biraz çox, buna fikir vermək lazımdır. Allah razı olsun, Allah kömək olsun. Varsa yenə sual, Allah razı olsun. Verin. Yoxdursa Allah razı olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Aleykümselam və rəhmətullah.